Deməli dostlar, burada bizim yeni makinamız gəldi. Kimə maraqlı olsa, bu 2025 modeldir. Startın dizaynında bəzi dəyişikliklər ediblər. Həm rəngi dəyişikdir, həm də məsələn həmişə bu baçoklar vardı burada. Bax görürsünüz, burada maqnitli qoyublar, qəşəng yer zad tutmur. Həm də köhnələrində arxada olurdu, o əlavə yer tuturdu deyə. Məsəl üçün, bunu çox gözəl ediblər. Ondan sonra burada məsələn həmişə arxada olurdu bu qoruyucu qurşaq edilər. Bu bağlanmamış mişar qalxmırda təhlükəsizliyə görə bunu burada yerləşdiriblər. Ondan sonra mişarın qalxma sürətini böyrə qoyurlar bura. Həmişə o köhnə modellərdə burada üstündə olurdu. Məsələn, eynləndiriblər, bəzi dəyişikliklər var, çox dəyişiklik var. Bu qapısı belə açılır. Sonra burada bunun açıb burada bax içində gözəl mişar da tam qoruyucudur. İndi bir dəqiqə mən onu baxın, bax bir dəqiqə bunu məsələn belə çəkib sola fırladı. Bax görürsünüz, mişarda tam təhlükəsizdir, tam təhlükəsiz. Yəni burada heç qapaq açıq olsa da mişarın heç nəyə toxunacağı bir şey yoxdur. Tam ağzı bağlı, bu qapaqları açırsınız buradan, mişarı dəyişirsiniz. Yəni belə şeyləri var. Sonra sizə deyim burada ekranda. Sonra burada misal üçün bu amortizatorlardan həmişə şikayətlər olurdu bizə ki, tez şey olur. Bax bunları qəşəng o firmalardan qoyublar, Festo firmasından. Sonra burada belə bir bu üstündə olan konverdir. Yəni standartda üstündə bir dənə bu olur. Yəni 3 metrəli. Həmişə burada balaca bir şeylər kəsəndə, ustalarımız balaca bir şeylər kəsəndə həmişə buradan yerə düşürdü. Burada belə bir qabı var. Belə artıq düzəldiblər belə. Məsəl üçün, xırda bir şeylər kəsəndə yerə düşməsin deyə. Bu da çox gözəl bir fikirdir. Məsəl üçün, qapağını bağlayanda görürsünüz, burada yuva kimi qalır. Qəşəng səliqəli. Çox 2025 modeldir. Yəni kimə maraqlı olsa, bir də çox adamlar bilmir, çox ustalarımız bilmir və eyni profillərimiz olur. Bu hissə. Məsələn, arxaya qədər gedir. Arxaya qədər gedir. Burada 2 dənə boltu var. Boşaldırsan, arxaya qədər gedir. Görürsünüz, düz arxaya enli materialları kəsmək üçündür. Məsəl üçün, o da çox gözəl bir şeydir. Məsələn, çox stanoklarda var, amma yılmaz kimi deyil. Yəni, bunun özəlliyi daha çoxdur. Bizdən bu qədər. Kimə maraqlı olsa, zamanətlə, bir il zamanəti ilə, firma zamanəti ilə müraciət edə bilər. Sağ olun, çox sağ olun.